Şəxsiyyətdir. Paşa mənim bir qohumdur. O mənim üçün hər şeydir. Amma əslində baxanda bilmək də yaxşı şey. Məsələn, mən şəxsən dəqiq bilmirəm ki, sizlə atam nə tərif qohum olursunuz? Güzel. Sercan xalanı tanıyorsun mu? Hə. O benim bibimdir. O da onun qardaşıdır da. Aa, Benim atamın bayısıdır da o Sercan xala. elə, ha, bax, Bəli. görsən bilmirəm dəqiq. Amma indi soruşdu mənim bacıoğlu, dedim valla, bilirəm ki, ən yaxın qohumlarımızdan bu, amma dəqiq bilmirəm. Amma bilirəm ki, sənin qohumsan, Asqat Şaban da. xala, Sercan Şaban dayı bizim nəyimizdir? Bunları öyrənmək Benim lazımdır. uşağı deyirler sizin. Həm uşaqları. Yani o evvel cuma müəllime kadar ki ben bilmiyorum. Ondan evvel de sen qohumluq olubdur. Görsən, bunları bilmirəm. Ümumiyyətlə, öyrənmək lazımdır. Bizdə bir kişi var, böyük bir vatmanda işləyib. Mənim ilk tanıdığım 7 arxa babamın Biz de onu babası. çətin tanıyanlar. Hə, deməli onu hamısını yazıb ki, məsələn, ata nənəm Atankəs, ana nənəm Gənkəs. Sonra əsasda Ata babamız bizim oğluna Kərimdir. hə, sonra keçib aşağıdan o qollar ayrılıb. Deməli babamın tutaq ki, Həmid. Həmid kişinin 4 oğlu var. Yazıb 4 oğlu. Onu da bölüb. Birinci oğlunun neçə dənə uşağı var adları ilə. İkinci oğlunun, üçüncü oğlunun, onların Kimləri var? yenə uşaqları belə bütün vatmanı doldurub. Hesablayanda 100 neçəsə adam eləyir. Molla Kərim kim olub? Bizim babamız. Sizin babanız. Atamın atası. Hə, Molla Kərim. Nə işə baxıb? Nə? Onu bilmirəm vallahi. Hə. Bu prosesler deyirlər. Hə, nə deyir? Siz görməmisiniz onu? Yo, orada ben atamı görmemişim ki. Ata. Atasını görmüyor. Hə. İndi mən bilmirəm də, mən indi Mənim atamın soruşuram. atası kimdir? İbrahim. Yoxsa İskəndər. İbrahim bu şey gibi Yox, İsrail. atasını. Hə, yox, İskəndərdir. Mənim atamın atası İskəndərdir. Cumayev, Cuma İskəndəroğlu yadımdadır. İskəndər kimdir? Şəndədə Əsbərhamanlı oğluydu. Daha oradan əvvəl bilmirəm. Ay sağ. Sonra bəs babam, atamın babası kimdir? Babası. Atamın babası. Molla Kərimi bilmirəm də o Kərimdən. Molla Kərimlə o yana O bilmirsən. yanı bilmirəm. O Yox. ki Molla Kərim Belə baş. babadır. Atamın babası. Belə deyək, Molla Kərim. Ondan o yanı bilmir. Heç eşitmisiniz nə işə baxıb, nə ilə məşğul olub? Sənəti peşəsi nə olub? Neçə yaşında? Həmid deyəndə o, Həmid Molla Kərimin oğludur da. Onlar üç qardaş olur. Cəfər, Səfər, Həmid. Cəfər, Səfərlə mən atamla onlar müharibəyə gedib gəlməyiblər. Həmid də o inqilab başlayan illəri inqilabçı kimi olubdur deyəsən. İnqilabdan əvvəl hansı hakimiyyət var idi? O Ruslara qarşı olub yəqin ki. Müsavatçı olub Həmid. Ay sağ ol. Ancaq onlar müharibəyə gedib gəlməyiblər. Həmid də Ruslar tərəfindən öldürüblər yoxsa? Elə bilmirik onu. Ha, görsən. Bir gün oturub əmməli başlayıb Samovar çayı ilə. Bizdə Siz nə vaxt kökürsüz arana? babam haqqında Arana. maksimum məlumat alacağım adamdan. Bu qədər söhbət edə bildim.